أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم لا تجعل مصيبتنا في ديننا. Peygamber alı peygambere salavat zikredək. Allahümme salli ala Muhammed. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən hər kəsə. Allahdan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, bu aylarda tuttuğumuz orucları və qəlbimizin dərinliyindən Rəbbimizə etdiyimiz bütün acı və mətləbləri bizdən ali dərəcədə qəbul eləsin inşallah. Möhtərəm cəmaatımız, bildiyimiz kimi matəm günləridir. İmam Hüseyin əleyhissalamın və yar-ı ənsarının, onun silahdaşlarının şəhid olduğu günlərin hüzünlü, qəmli, qüssəli günlərini yaşayırıq. Allah bizi dünya və üqbada Əhl-i Beyt əleyhimussalamlardan ayrı salmasın inşallah. Allah qəlbimizdən iman nurunu heç zaman almasın.